Salam, hər vaxtınız xeyir olsun. Bu günlərim mən sizə ismin hallanması bölməsindən bir-iki sualın izahını verəcəm. Əgər istənilirsə ümumi bölmənin izahını çəkərəm, istənilməsə də çəkərəm. Heç nə, gəlin başlayaq. Birinci sualdan baxaq. Deyir ki, nümunədə altından xətt çəkilmiş sözlərdən yalnız biri təhsili haldadır. Bizdən təhsili hal istəyir tapmağımızı. Ümumiyyətcə ismin 6 halı var. Bunlardan biri təhsili haldır. Təhsili hal müəyyən və qeyri-müəyyən olmaqla iki yerə bölünür. Müəyyən təhsili hal I, I, U, Ü şəkilçiləri vasitəsilə düzəlir və kimin, nəyi, haranın suallarına birinə cavab verir. Qeyri-müəyyən təhsili halın isə şəkilçisi yoxdur və nə sualına cavab verir. Təhsili halda bizi qarışığa salan nələr ola bilər? Səhvliyə yol verəcəyimizə səbəb olan suallar hansılar ola bilər? Məsəl üçün, təhsili halı biz nə ilə qarışdıra bilərik? Qeyri-müəyyən təhsili halı adlı halına qarışdıra bilərik. Çünki niyə? Adlı halında şəkilçisi yoxdur və nə sualına cavab verir? Qeyri-müəyyən təhsili halında şəkilçisi yoxdur, nə sualına cavab verir? Bəs yaxşı, bunu necə bir-birinə fərqləndirək ki, bu adlı haldadır, yoxsa təhsili haldadır? Əgər əvvəlinə o, bu, həmin əvəzliyini artıranda təhsili halda olduğunu düşündüyün söz I, I, U, Ü şəkilçisini qəbul edirsə, deməli qeyri-müəyyən təhsili halmış. Qəbul etmirsə adlı haldır. Bir də qeyri-müəyyən təhsili halda düşündüyün sözü aid olduğu feilin yanından uzaqlaşdırırsan. Uzaqlaşdıranda yenə I, I, U, Ü şəkilçisindən birini qəbul edirsə, qeyri-müəyyən təhsili halmış. Qəbul etmirsə, deməli adlı haldaymış. Bu bir. İki nə ilə qarışdıra bilərik? Üçüncü mənsubiyyətin üçüncü şəxsin təkində olan mənsubiyyətlə. Çünki hər ikisi I, I, U, Ü, S, 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 S ilə düzəlir. Bunu necə bir-birinə fərqləndirə bilərik? Əgər əvvəlinə onun təkdirsə də, yəni tək verilibsə, əvvəlinə onun əvəzliyini artırırsan. Onun əvəzliyini artıranda ikisi bir şəkildə suala cavab verirsə, yəni onun əvəzliyini qəbul edirsə, deməli adlı halda olan sözdür. Yəni ki, mənsubiyyətdir buradakı. Yox, əgər qəbul etmirsə, təhsirlidir. Bir də bu mənsubiyyətdə olan sözü əvvəlində yiyəlik halda olan söz gəlib ikisi bir şəkildə bir suala cavab verirsə, onda da bu təhsili halda deyil, sadəcə mənsubiyyət şəkilçisidir bu, yəni təhsili halın şəkilçisi deyil. Baxırıq gəlin suala. Nə xoşdur ellərin şirin avazı. Bax, ellərin avazı. Bax, ellərin avazı. İkisi bir şəkildə suala cavab verir. Ellərin yiyəlik halda sözdür, özündən sonra mənsubiyyət tələb edir. Yazı. Deməli, burada nədir? Bu təhsili hal deyil, mənsubiyyət şəkilçisidir. Güldü ölkəmizin çiçəkli yazı. Bax, ölkəmizin yazı. Yenə bu mənsubiyyətdir, təhsili hal deyil. Şairin qələmi, aşığın sazı. Bunlar ikisi bir yerdə sual cavab verir. Parçalaya bilməzsə, şairin qələmi, aşığın sazı, bülbülü mat qoyan dillər bizədir. Bax, nəyi bülbülü? Bax, onun bülbülü deyə bilmirsən və şəkilçi var. Nəyi sualına cavab verir? Deməli, biz burada cavabımız nə imiş? Bülbülü sözü imiş. Gəl buna baxaq, görək burada nə deyir. Hansı cümlədə çıxışlı halda olan isimlə başlayır? Çıxışlı halda olan, deməli çıxışlı halın şəkilçisi nədir? Dan-dən budur. Dan-dən şəkilçisindən dan versiyası var ki, bu eyni zamanda leksik şəkilçidir. Bunu necə fərqləndirəcəyik? Əgər kimdən, nədən sualın tərkibində eşidirsənsə dan-dəni, deməli çıxışlı haldır. Yox, eşitmirsənsə, deməli leksik şəkilçidir. Bir də səndən suala baxırsan şərtə. Bu suala necə qarışdıra bilərlər bizi? İsim deyir, bax bizdən. Bəzən götürüb dandəni başqa nitq hissəsini əlavə edirlər. Uşaq deyir, ay mənim deyir, dandan var da, bu niyə səhv çıxıbdır? Onda baxmalısan ki, şərt səndən nə istəyir? Şərt səndən isim istəyir, söz demir. Desəydi ki, çıxışlı hal artırıldığı sözü tap, hə, onda sən deyəndi. Amma bu söz demir, axı bu səndən isim istəyir. Aha, Güldan stolun üstündəydi, bax, Güldan. Güldan stolun üstündə idi. Nəyi stolun üstündə idi? Güldan. Nə sualın içində dandəni eşitdiyin, eşitmədin. Deməli, bu neymiş? Güldan düzəldən leksik şəkilçiymiş, çıxırsan. Əvvəldən bilsəydim, gəlməzdim. Əvvəldən. Bu sözün kökündə bax, əvvəldir. Ümumiyyətlə, bu isim deyil, çıxırsan. Oyundan hamı razı qaldı. Nədən hamı razı qaldı? Oyundan. Sözün kökü oyundu, isimdir. Eyni zamanda dandan da hal şəkilçisidir. Həm nədən sualına cavab verdi, sualın tərkibində dandan eşitdiyim, həm də isimdir. Deməli, cavabın nə olur? C variantı olur. Hərdən, kimdən, bunlar da əvəzlikdir. Ona görə də sənin cavabın ola bilməzlər.
Ondan sonra gəl 6-ya baxaq. 6 nə deyir? Hansı cümlədə yönlük halda olan isim vardır? Bax, yenə deyir, isim istəyir bizdən ismi tapmalıyıq və yönlük hal istəyir. Yönlük halın şəkilsi nədir? AE şəkilsi, YAY şəkilsi vasitəsilə düzəlir. Azadlığı istəmirəm, zərrə, qram. Burada ümumiyyətcə yoxdur. 100 il ansan da onu xatirə tək, o vəfasız qayıdıb gəlməyəcək. Burada da heç bir şey yoxdur, çıxırıq. Bir həftədən sonra vuruşmağa gedənlərin sayı xeyli artdı. Vuruşmağa, A-ni gördük, qaça götürdük. Xeyr, baxırıq vuruşmağa sözü nədir? Məstərdir bu. Bizdən nə istəyib? İsim istəyib. Ona görə C variantında çıxıram. Qızım, sənə deyirəm, gəlim, sən eşitdi. Yenə sənə A-ə qaça gedirik, getmirik. Çünki niyə? Bu da əvəzlikdir, isim deyil. D variantını çıxırıq. 100 dəfə zirvəyə baxmaqdansa, bax zirvəyə, zirvə isimdir. A-ə, ya-yə isə buradakı nədir? Yönlük halının şəkilçisidir. Ona görə cavabın nə olacaqdır? E variantı olacaqdır. Gəl 8-ə baxaq. Bu nə deyir? Məktub sözü hansı cümlədə təsirli haldadır? Aha. Baxaq, mən ona bir məktub göndərdim. Bax, bayaqki dediyim şey. Məktubu görürəm burada. Şəkilçini görmürəm. Nə sualına cavab verir? Aha. İndi mən nə bilim bu adlı haldır, yoxsa təsirli haldır. Mənim başda dediyim qaydalar tətbiq edirik. Mən ona bir məktub göndərdim. İndi bu məktubu gəlin əvvəlinə o bu həmin əvəzliyə artırım. Mən ona həmin məktubu göndərdim. Məktubu, həmin məktub göndərdim deyə bilmirsən ki, həmini artırmısansa bunu yanına şəkilçi də artırmalısan. Deməli bu nəymiş? Qeyri-müəyyən təsiri yaldaymış. Və yaxud da gəl bu məktubu sözünü ataq əvvələ. Deyirəm ki, bir məktubu mən ona göndərdim. Məktubu mən ona göndərdim. Bax görsən əvvələ artıran kimi, feilin yanından uzaqlaşdıran kimi bu nə edir? Şəkilçini tələb edir. Tək qala bilmir. Ona görə deməli bu nəymiş? Təsirli haldaymış. Məktub hələ dostuma çatmamışdır. Həmin məktub hələ dostuma çatmamışdır. Bax, artırdın, heç bir şəkildə qəbul etmə. Deməli nəymiş? Adlı haldaymış. Bu etibarın məktubudur. Bax, etibarın məktubudur. Özündən əvvəl yəlik hallı söz gəlibdir. Deməli buradakı o nədir? Mənsubiyyəti 3-cü şəxsin təkidir. İkisi bir şəkildə suala cavab verir. Dostumun cavab məktubu. Bax, dostumun məktubu. Yenə bax, ikisi bir gedir. Dostumun məktubu tək deyil. Ondan sonra məktubun məzmunu sənə danışmışdım. Bax, burada da məktubun məzmunu. Bax, burada dostumun məktubunda ikinci tərəfdə gəldiyinə görə bu mənsubiyyətdir. Amma məktubun məzmunu birləşməsində isə bu məktubun sözü artıq hansı halda olur? Yəlik halda olur. Un şəkilsini qəbul edibdir. Belə. Ondan sonra görək buralardan nə suallar var. 5-ə baxaq, 15-ə baxaq görək nədir bu. Cümlələrin birində qeyri-müəyyənlik bildirən təsirlik halda olan söz işlənmişdir. Bax, qeyri-müəyyənlik bildirən təsirlik hal. Gəl baxaq. Axır dəniz kimi yaşıl zəmilər gül çağırır, sümbül. Gülü çağırır, sümbül. Bu qeyri-müəyyən deyil, müəyyən təsirli haldır. Burada gülü nəyi, sümbülü nəyi? Aha. Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmışdı. Bax, deyirəm ki, Rövşən çöldə oynadığı vaxt yerdən həmin daşı tapmışdı. Bax, yenə həmin sözünü artıran kimi daşı sözünü qəbul edir. Və yaxud da ki, həmin daşı Rövşən çöldə oynadığı vaxt tapmışdı. Avtomatik olaraq qəbul etdiyinə görə cavabın olur nə? B variantı. Allı kişi əhvalatı oğluna danışdı. Burada yoxdur. Nəyi sualına cavab verir? Yəni qeyri-müəyyən təsir yox, müəyyən təsirli hal. Onlar dəmir yolunu keçməli idilər. Dəmir yolu, dəmirin yolu. Bu da ikinci növ təyini söz birləşməsi olduğu üçün bu birinci tərəf yəlikdir, ikinci tərəf mənsubiyyətdə çıxırsan, daha doğrusu D variantında. Piyadalar düşmən səngərinə yaxınlaşdılar. Düşmənin səngərinə. İkisi bir gedir. Ona görə bunlarda mənsubiyyət olur, cavab vermədi. Və 16-ya gəl baxaq. Deyir ki, ev ismi hansı cümlədə adlı haldadır? Ustalar kənddə ev tikirlər. Ustalar kənddə həmin evi tikirlər. Deməli, həmin sözü artıran kimi evini qəbul etdiyi üçün adlı hal deyil, təsirli haldır. Kəndimizin evləri çiy kərpisdəndir. Bax, kəndimizin evləri. Birinci tərəf. Nədir burada? Birinci tərəf yəlik haldadır. İkinci tərəf isə mənsubiyyət. Mənsubiyyətdən başqa burada bir şəkilçi görmürəm. Ona görə deməli bu hansı halda olacaqdır? Adlı halda olmuş olacaqdır B variantı. Evləri təmir etməyə başlamışıq. Nəyi? Evləri təsirli haldır. Dostum evini dəyişdirir. Nəyidir dəyişdirir? Nəyi? Evini. Bax, öz evi
öz evi birləşməsində mənsubiyyətdir. Amma mənsubiyyətdən sonra yenə şəkilçi qəbul edir və bu şəkilçi təsiri halın şəkilçisi olduğu üçün deyirsən ki, təsiri haldadır. Evin divarları ikisi bir şəkildə sual cavab verir və birinci tərəf yiyəlik haldır. Ona görə cavabın olur B variantı. Ondan sonra 26 nədir belə? Hansı zərgədə altından xətt çəkilmiş sözlərin hər ikisi təsiri? Təsiri hala çox baxmışam, biraz da deyib 19-a baxam. Hansı cümlədə yerlik halda olan isimlə başlayır? Yerlik halın şəkilçisi hansıdır? Dadə şəkilçisidir və yenə bizdən nə istəyir? İsim istəyir. Onda sən hələ balaca olardın. Onda o vaxt mənasında işlənibdir və burada deyil çıxırıq. Səndə əvəzlikdir çıxırıq. Zərf də əsas nitq hissəsidir. Buradakı dadə zərf də bağlayıcıdır. Yadımıza saxlayırıq ki, dadə hal olan dadə həmişə birləşik yazılır. Sözə birləşik yazılır. Sən onu ayrı yaza bilməzsən. Ayrı yazılırsa ya ədaddır ya da bağlayıcıdır. Aha. Bölgədə vəziyyət sabitdir. Bölgədə deyə cavab D variantıdır. Bölgə isimdir, dadədə yerlik halın şəkilçidir. İçəridə adam çoxdur. İçəridə sözünün kökü içəridir və içəri zərfdir. Zərf olduğu üçün sənin sualın şərtini ödəmir. Cavab olur D variantı. Ondan sonra baxaq görə başqa qeyri-müəyyən yiyəlik haldan isim hansı cümlədədir? Deməli, yiyəlik halda eyni təsirli hal kimi müəyyən və qeyri-müəyyən olmaqlar iki yerə bölünür. Müəyyən təsirli halın şəkilçisi ın, in, un, ündür. Kimin, nəyin, haranın suallarına birinə cavab verir. Qeyri-müəyyən təsirli halın isə şəkilçisi yoxdur və nə sualına cavab verir. Qeyri-müəyyən təsirli halda necə olur? Qeyri-müəyyən təsirli halda baxmaq üçün deyirəm ki, dəmir yolu, dəmir yolu birləşməsi ikisi bir şəkildə suala cavab verir. Amma əslində görsən birinci tərəfə dəmir sözünün şəkilçisi yoxdur, amma buna şəkilçini mən əlavə edə bilərəm. Dəmirin yolu deyə bilərəmsə, bu artıq olur nə? Qeyri-müəyyən yiyəlik hal olur. Bəxtin qarası heç kəsə nəsib olmasın. Bax, bəxtin qarası heç kəsə nəsib olmasın. Burada işte bəxtin qarası müəyyən yiyəlik hal. Çünki ın, in, un, ün var. Yəni şəkilçi gözümdən görürəm. Ona görə bu müəyyən yiyəlikdir. Bizə nə istəyir? Qeyri-müəyyən yiyəlik istəyir deyə çıxıram. Başqasının eybini görüb öz eybindən əl çəkən adam nə xoşbəxtdir. Özünün eybi, uşaqların bəzi belə götür, özünün eybi. Səndən nə istəyir? İsim istəyir. Öz isə əvəzlikdir. Ona görə sən ikini də götürə bilməzsən. İlk çıxırsan, bizi sıxan əzən torpaq həsrətidir. Bizi sıxan torpağın həsrətidir. Bax, burada ın, in, un, ün əlavə edə bilərəm. Amma eləməmişəm. Deməli, bu nə olur? Qeyri-müəyyən təsirli, qeyri-müəyyən yiyəlik hal olur. Deməli, cavabında 3 var. Cavab olur avtomatik olaraq C variantı. Cənnət anaların ayaqları altındadır. Cənnət anaların ayaqları birləşməsində müəyyən yiyəlik haldır. Amma ayaqlarının altı birləşməsi qeyri-müəyyən yiyəlik haldır. Ayaqları altı yazıbdır. Amma ayaqlarının altı da deyə bilərəm. Ona görə cavab olur 3-4. 3-4. Yazıcı əsərini yenicə tamamlamışdır. Burada da heç nə yoxdur. Cavab olur C variantı. Sonra baxım görüm burada nə var. Həqiqət buna da baxaq. Deyir ki, sənin bu rəqs havasından xoşun gəlir. Sənin bu rəqs havasından xoşun gəlir. Cümləsindəki isimlərin hansı halda olduğunu müəyyən edin. Bax, nə istədi səndən? İsim istədi. Neynirsən? İsimlərin arxasınca gedirsən. Sənin sözünü çıxırsan, xoşu gəlmək sözünü çıxırsan, bu sözünü çıxırsan. Deməli, sənin nəyin qaldı? Rəqs havası birləşmən qaldı. Sənin bu rəqs havasından xoşun gəlir. Rəqs havası, rəqsin havası deyə bilərəm. Deyə bilərəm, amma deməmişəm. Deməli, bu birinci tərəfdəki söz nə olacaq? Bu söz nə olacaq? Qeyri-müəyyən yiyəlik halda. Bir dənə yiyəlik halım var. Rəqs havasından. Dan sonuncu şəkilçisi nədir sənin? Dandır. Dan da nəyin şəkilçisidir? Çıxışlıq halın şəkilçisidir. Deyirsən, bir dənə yiyəlik var, bir dənə də çıxışlıq var. Cavabın olur D variantı. Bu müəyyən yiyəlikdə, qeyri-müəyyən yiyəlik halda baxırsan, İkinci tərəfdəki sözdə mənsubiyyətdən başqa şəkilçi yoxsa deyəsən adlıq haldır. Amma mənsubiyyətdən başqa, nə bilim, təsirli halın, yönlük halın, yerlik halın, çıxışlıq halın şəkilçisini əlavə edirsə, deyirsən ki, hansı halın şəkilçisi varsa, o hal olduğunu deyirsən. Ondan sonra görüm nə var. Nümunədə işarələnmiş sözlər ismin hansı halındadır?
Bax səndən nə istəyir bu səfər? Sözlər istəyir. Demək, sözlər deyirsə, sən təkcə burada isim axtarmırsan, hamısına baxa bilərsən. Dağ döşündə bənövşə, dağ döşündə, dağın döşündə deyə bilirəm, deməmişəm. Deməli nə olur? Qeyri-müəyyən yerli kal birinci tərəf. İkinci tərəfə baxıram. Dağın döşü, döşün sözünün sonra nə var? Dadə var. Dadə hansı halın şəkilçisidir? Sonuncu şəkilçisi nədir? Dadə. Hansı halın şəkilçisidir? Yerlik hansı şəkilçisiymiş. Deməli bu iki birləşmədə sənin bir yerliyin oldu, bir dənə də yerli halın oldu. Dağ döşündə bənövşə, qoymaram bağrı bir şey. Amma səndən altından xətt çəkilmişləri istəyir, ona görə eləmi? İşarə eləmişə, ancaq altından xətt çəkilmişləri istəyir. Dağ sözü nə oldu burada? Dağın döşü. Birinci tərəf nə oldu? Bu yerlik halda oldu. Bir dənə yerli kim var? Dağ döşündə bənövşə, qoymaram bağrı bir şey. Qoymaram bağrı. Bax, nəyinsə bağrıdır da özündən əvvəl yerlik istəyir. Və yaxud da demirəm onun bağrı. Bax, onun bağrı dedim. Qəbul etdinmi? Deməli buradakı o təsirli deyil, mənsubiyyəti. Üçüncü şəxsin təkində olan mənsubiyyəti. Mənsubiyyətdən də başqa bir şəkilçi yoxdursa, deyirsən nə? Adlı hal deyirsən. Yar yolunda ağlamaq, yarın yolunda. Bax, yar yolu, yarın yolu deyə bilirəm. Amma deməmişəm. Deməli nədir? Qeyri-müəyyən yerlik haldır. Deməli, yerlik və adlı halda olan sözlərdən ibarətdir. Ana, B variantı. Başqa da ki, heç nə. Bu qədər. Əgər istəsəniz, bəyənsəniz, davamını çəkərəm. İstəməsəniz də çəkmərəm. Sağ olun.